Bəzən din xadimləri Qurandan sitat gətirib, bunun sənin qədərin, alın yazın olduğunu deyirlər. Adi həyatda da bu cür fikirlərlə tez-tez rastlaşırıq. Filankəsin alın yazısı belə imiş deyərək hadisələri bununla izah edirik. Gəlin bu məsələyə Quran ayələrinin işığında yanaşaq. Alın yazısı, qədər, varmı? İnsanlıq tarixi boyu ən çox soruşulan suallardan biridir bu və çox vaxt yanlış cavablandırılır. Çünki elə sualın özü yanlış qurulur. Qədər, alın yazısı deyəndə, insan gizlicə özünü iradəsiz bir tamaşaçıya, həyatını isə əvvəlcədən çəkilmiş bir filmə bənzədir. Sanki hər addımı qabaqcadan yazılmış bir senaridir, onu oynayır. Xeyr, elə bir şey yoxdur. Sənin taleyin əvvəlcədən yazılmayıb. Gəl bunu addım-addım izah etməyə çalışaq. Burada əsas problem məhz zamanı necə qavramağımızdadır. Sən zamanın içində yaşayırsan. Keçmişini, bugününü xatırlasan da, sabah nə baş verəcəyini bilmirsən. Hər atdığın addımla içi hələ yazılmamış ağ səhifələrdən ibarət bir kitabın boş vərəqlərini doldurursan. Sabah həmin kitaba nə yazacağını, hətta təxminlərin olsa belə tam olaraq bilmirsən. Allah qatında isə bu belə deyil. O zamanın yaradıcısıdır. Zamandan və məkandan kənardadır. Buna görə sənin dünənini, bugününü və sabahını eyni anda görür. Əvvəl də, axır da, zahir də, batin də odur. O hər şeyi biləndir. Hədid surəsi 3. Onun üçün artıq sənin kitabın bağlanıb, çünki gələcəyini bilir. Ancaq onun üçün sənin kitabının bağlanması o demək deyil ki, kitabı Allah yazır. Xeyr, həmin kitabı sən özün yazırsan, öz atdığın addımlarla, öz əməllərinlə. Səni sadəcə yönləndirirlər, seçimi isə özün edirsən. Bu barədə az sonra daha ətraflı danışacağıq. Sənin başlanğıcın da, sonun da Allah üçün artıq bəllidir. Amma bu bilgi səni heç nəyə məcbur etmir. Bilmək məcbur etmək demək olmadığı kimi, yönləndirib azad seçim vermək də məcbur etmək demək deyil. Allah sadəcə kitab göndərib, peyğəmbərləri vasitəsilə doğru yolu göstərib və sənə mütləq bir seçim azadlığı verib. İstəyirsən inan, istəyirsən inanma. Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim istəyir inkar etsin. Kəhf surəsi 29. Həqiqətən biz ona yolu göstərdik. İstər şükr etsin, istər nankör olsun. İnsan surəsi 3. Burada çox sadə, amma sarsıdıcı dərəcədə güclü bir məntiq var. Seçimini özü edən bir şəxs nəyə məcbur edilə bilər? Məcbur edilməyən, qərarlarında tam azad olan birinə, bu sənin alın yazındır, buna məcbursan, necə demək olar? Qədər bir məcburiyyət senarisi deyil, sənin azad şəkildə seçəcəyin yolların qeydiyatıdır. Bir də, əgər hər şey əvvəlcədən yazılmış olsaydı, bu istəyirsən inan, istəyirsən inanma mənasını daşıyan həmin ayələrlə birbaşa ziddiyyət təşkil edərdi. Seçim təklif etməklə, seçimi əvvəlcədən yazıb kitabı bağlamaq bir yerdə dura bilməz. İnsanlar çox vaxt uğursuzluqlarını taledir deyərək məsuliyyətdən qaçmağa çalışsalar da, həyatda başımıza gələnlər əksər hallarda öz seçimlərimizin və əməllərimizin nəticəsidir. Sizə üz verən hər bir müsibət, öz əllərinizlə qazandığınız günahların ucbatındandır. Şura surəsi 30. Sən çətinliyə düşdükdə dönüb geriyə baxmalı. Hansı yerdə səhv etdiyini, hansı ilahi qaydalardan uzaqlaşdığını anlamalısan. Bu suala cavab tapanda hər şey daha məntiqli görünür. Amma bu, hər dərdin, hər problemin sənin günahın olması demək deyil. Bəzən də bu sadəcə imtahandır, hətta digərləri üçün. Əsas məsələ dərs çıxarmaqdır. Bunu bir sürücü nümunəsi ilə də izah etmək olar. Yol hərəkəti qaydalarını bilməyən bir sürücü, qaydalar kitabını oxuyub onunla hərəkət edən digər sürücüdən qəza törətməyə daha çox meyillidir. Amma elə hallar da olur ki, sən qaydaları oxumusan, hər maddəsinə əməl edirsən, sükan arxasında tam diqqətlisən, buna baxmayaraq, qarşı tərəfdən gələn başqa bir sürücü ya qaydaları heç oxumayıb, ya da oxuyub onlara əməl etmir və gəlib sənə zərbə vurur. Sənin öz kitabına sadiq qalmağın onu da həmin kitaba sadiq qalmağa məcbur edə bilməz, çünki onun da öz azad iradəsi var. Elə buna görə də hər müsibət sənin öz günahının nəticəsi olmur. Bəzən səni sınağa çəkən, sənin kitabına xəyanət etməyin deyil, başqasının o kitaba xəyanət etməsidir. Bu biraz qəliz bir prosesdir. Onu tam incəliyi ilə anlamaq həqiqətən çox çətindir, ancaq müəyyən qədər anlamaq mümkündür.
Bundan əlavə, sən bu yolda tək buraxılmamısan, fərqinə varmasan da ətrafında görünməz bir mühafizə işləyir. Onun önündə və arxasında bir-birini əvəz edən mələklər var. Onlar Allahın əmri ilə onu qoruyurlar. Rəd surəsi 11. Bəzən bu qoruma birbaşa təhlükədən, bir qəza anından, bir səhvdən xilas şəklində gəlir. Çünki gün ərzində özün hiss etmədən minlərlə kiçik təhlükə ilə üz-üzə gəlirsən. Adi bir daşa ilişib yıxıla, hətta yemək yeyərkən boğula bilərsən. Bəzən isə bu xilas fərqinə az vardığın kiçik bir anda gəlir. Bir yaxının, bir qonşunun sözü, bir dostun xəbərdarlığı, hətta bir qərib insanın təsadüfi cümləsi vasitəsilə. Sən bunu təsadüf adlandırırsan. Halbuki bunu təsəvvür et ki, bu işarələr əslində sənin öz gələcəyindən, hər şeyi əvvəlcədən görən bir məqamdan sənə göndərilən xəbərdarlıq məktublarıdır. Bu qorumanı çox vaxt anındaca deyil, ancaq illər sonra geriyə dönüb baxdıqca fərq edirsən. Yaşadığın həyatı yenidən gözdən keçir. Bayaq dediyimiz kimi, hamısını deyil, çox hissəsini anlaya bilərsən. Bundan əlavə, əgər Allah sənə doğru yolu göstərməsəydi, səni cəzalandıra bilməzdi. Bu ədalətli qərar olmazdı. Mənim məlumatım yox idi, haradan bilim deməyə tam haqqın çatardı. Quran bu prinsipi açıq təsdiq edir. Biz Peyğəmbər göndərmədən heç bir topluma əzab vermərik. İsra surəsi 15. İndi bu sətirləri oxuduğuna ya da kimdənsə eşitdiyinə görə artıq məlumatlısan. Burada haqlı olaraq soruşa bilərsən, bəs Allah bizim etdiyimiz səhvlərə görə niyə dərhal cəzalandırmır? Halbuki yer üzündə fitnə fəsad törədənlər az deyil. Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir insan belə sağ qalmazdı. Bu zaman sınaq da, imtihan da öz mahiyyətini itirərdi. O sənə möhlət verir ki, düzələsən, doğru yola yönələsən. Allah öz kitabında buna aydınlıq gətirib. Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir dənə də olsun canlı qoymazdı. Lakin Allah onlara müəyyən bir vaxta qədər möhlət verir. Fatir surəsi 45, Nəhl surəsi 61. Dediyimiz kimi, bu sükut zəiflik deyil, heç kim mənə fürsət verilmədi deməsin deyə tanınan bir möhlətdir. Sənə verilən hər sağlam sübh, dünən yazdıqlarını düzəltmək üçün açılan yeni bir səhifədir. Ancaq unutma, bu səhifələr sonsuz deyil, çünki hər bir canlı ölümü dadacaqdır. Ali İmran surəsi 185. Öldükdən sonra kitabın bağlanır, geriyə yol qalmır. Bütün bunların kökündə isə başqa bir həqiqət dayanır. Allah özünə əvvəlcədən rəhimli olmağı yazıb. De, göylərdə və yerdə olanlar kimindir? De, Allahındır. O, özünə rəhimli olmağı yazmışdır. Ən'am surəsi 12. Rəbbiniz özünə rəhimli olmağı yazmışdır. Ən'am surəsi 54. Deməli, möhlət zəiflikdən deyil, onun öz-özünə vəd etdiyi rəhimdən doğur. Burada yenə soruşa bilərsən, bəs niyə Allah hər addımıma qarışmır, hər səhvimin qarşısını almır? Cavab sadədir. Əgər elə etsəydi, artıq sən olmazdın. Proqramlaşdırılmış bir mexanizm olardın. Mexanizmi isə tərifləmək və ya cəzalandırmaq mənasızdır, çünki onun öz iradəsi yoxdur. Həqiqətən Allah insanlara zərrə qədər də zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. Yunus surəsi 44. Kim yaxşı iş görsə, xeyri özünə olar. Kim pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir. Fussilət surəsi 46. Mükafat da, cəza da sənin özünün əkdiyi toxumun məhsuludur. Allah səni bu toxumu əkməyə azad buraxıb. Üstəlik, suvarmağı, düzgün mövsümü seçməyi də öyrədib. Kitabla, peyğəmbərlərlə. Məhsul isə sənindir. Burada başqa bir incə nöqtəni aydınlaşdırmaq lazımdır. Çünki qədər sözü Quranda həqiqətən var, sadəcə fərqli mənada. Həqiqətən biz hər şeyi müəyyən bir ölçüdə, qədərlə yaratdıq. Qəmər surəsi 49. Buradakı qədər sənin sabah hansı addımı atacağını əvvəlcədən yazılmış bir səmani kimi göstərmir. Bu, kainatın ölçüsü, qanunu, nizamıdır. Günəşin doğuşu, ürəyin döyüşü, fizikanın qanunları dəqiq bir ölçü ilə yaradılıb. Sənin əxlaqi seçimlərin isə məhz bu sabit nizamın içində, sənə verilən azad iradə çərçivəsində baş verir. Çayın məcrası suyun hansı istiqamətdə axacağını müəyyən edir.
Amma hər damlanın öz yolunda hansı surətlə daşa toxunacağını müəyyən etmir. Bu artıq başqa bir hekayədir. Beləliklə, qədər yoxdur demək düzgün deyil. Qədər var, amma o, əxlaqi seçimlərini əvvəlcədən yazan bir senari deyil. Seçim edə bilməyin üçün lazım olan sabit, nizamlı bir səhnədir. Bəs bu mürəkkəb yolda necə addımlamalısan? Əsas odur ki, kitabda göstərildiyi kimi əməllərini nizamlayasan, öz daxili kompasını itirməyəsən, çalışasan həyatında yaxşılıq edəsən, ehtiyacı olanlara mümkünsə yardım əlini uzadasan və s. Yaxşılıq edin. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. Bəqərə surəsi 195. Həm də təkcə özünü yox, içində yaşadığın cəmiyyəti də düşünməlisən. Çünki qədərini yalnız fərdi seçimlərinlə deyil, ətrafına etdiyin təsirlə yazırsan. Qısası, sən kitab göstərdiyi yolla get. Yaradanını heç vaxt unutma. Gerisini tam olaraq onun ixtiyarına burax. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Talaq surəsi 3. Beləliklə, məsələyə iki tərəfdən bax. Allah tərəfindən zaman onun üçün mövcud olmadığından sənin kitabın artıq oxunub, nə seçəcəyini bilir. Sənin tərəfindən isə hələ o anı yaşamamısan, kitabın hələ açıqdır, qələm hələ əlindədir, mürəkkəb hələ qurumuyub. Bu iki həqiqət bir-birini ləğv etmir, tamamlayır. Bugün oturub artıq yazılıb nə edim ki, deyə bilməzsən, çünki sənin tərəfindən hələ heç nə yazılmayıb. Unutma, Allah ədalətli Allahdır, səni dinləyəndir, səni eşidəndir, qəlbində olanları biləndir. Sabah səhər açılanda qarşında yenə ağ bir səhifə olacaq. O səhifəyə nə yazacağın sənin özünə həvalə edilib. Get öz yolunla addımla. Ya iradəni doğru istifadə edib əbədi hüzura qovuşacaqsan, ya da öz əlinlə öz aqibətini qaraldacaqsan. Seçim əvvəldən axıra qədər sənindir.